Salam dostlar, bugün sizi çox səmimi və qədim bir Koreya xalq nağılına qonaq aparacağam. Xeyirxah qardaşlar hekayəsinə. Gəlin görək, bu hekayə bizə nələr pıçıldayacaq? Bu hekayə əslində ailə sevgisinin necə kiçik, amma bir o qədər də böyük bir möcüzə yarada biləcəyindən bəhs edir. Həqiqətən də ürək isidən bir nağıldır. Deməli, hekayəmiz bərəkətli bir payız fəslində başlayır. Təsəvvür edin, hər yer məhsul bolluğu ilə dolub daşır. Gözünüzün önünə kiçik, sakit bir Koreya kəndi gətirin. Məhsul yığımı təzəcə bitib. Və bizim iki qardaşımız bütün ilin zəhmətinin bəhrəsi olan düyünü tam bərabər şəkildə, heç bir mübahisəsiz öz aralarında bölürlər. Bax bu, onların münasibətinin nə qədər sağlam olduğunun ilk siqnalıdır. İndi gəlin biraz da dərinə gedək və gecə düşəndə böyük qardaşın ürəyindən keçənlərə qulaq asaq. Deməli gecə hamı yatır, amma böyük qardaşın gözünə yuxu getmir. Fikirləşir, amma özünü yox, kiçik qardaşını düşünür. Deyir ki, axı o təzə evlənib, xərcləri çoxdur. Yəqin bu düyü ona məndən daha çox lazımdır. Bax, əsl qardaşlıq budur. Və o təkcə düşünməklə qalmır, dərhal hərəkətə keçir. Gecənin bir yarısı heç kim görmədən öz payından bir kisə düyü götürüb gizlicə qardaşının anbarına qoymağa gedir. Nə qədər gözəl bir hərəkətdir, deyilmi? Yaxşı, və sizcə kiçik qardaş Burak nə edir? Hekayənin ən möhtəşəm tərəfi də elə budur. Tam bir simmetriya var. İnanılmazdır ha? Deməli, kiçik qardaş da eyni anda eyni şeyi düşünür. O da deyir ki, böyük qardaşımın ailəsi daha böyükdür, uşaqları var, əlbəttə ki, bu düyü ona məndən daha çox lazımdır. Görürsünüz, hər ikisi də özündən çox digərini düşünür. Və o da eyni ilə böyük qardaşı kimi fikrini əməli ilə sübut edir. Eyni gecə, eyni ayın altında bir-birlərindən tamamilə xəbərsiz şəkildə hər ikisi də kürəyində bir kisə düyü ilə bir-birinin evinə doğru yola düşür. Bax, elə buradan sonra işlər biraz sirli bir hal almağa başlayır. Qardaşların heç gözləmədiyi bir şey baş verir. Təsəvvür edin, səhər açılır, hər iki qardaş da anbarına gedir və nə görsələr yaxşıdır. Düyü kisələrinin sayı heç azalmayıb, hər ikisi də şokdadır. Axı onlar əmin idilər ki, bir kisə götürüblər, amma düyü olduğu kimi yerindədir. Əsas sual da budur. Bu necə ola bilərdi? Qardaşlar heç nə başa düşmürlər. Və ən qəribəsi də odur ki, bu hadisə bir neçə gecə dalbadal təkrarlanır. Hər gecə düyü aparırlar, hər səhər düyü olduğu kimi qalır. Artıq hekayənin zirvə nöqtəsinə, bütün düyünlərin açılacağı o həyəcanlı ana yaxınlaşırıq. Bədirlənmiş ayın gümüşü işığı hər yeri aydınladır. Və bu işığın altında təpədəki cığırla bir-birinə doğru gələn iki kölgə var. Hər ikisinin də çiynində ağır bir yük. Atmosfer həm sakit, həm də çox mənalıdır. Və nəhayət o an gəlir. Cığırın ortasında onların yolları kəsişir. Bir-birlərini görüb elə oradaca donub qalırlar. Bax, bu an heç bir sözə ehtiyac yoxdur. Sadəcə bir baxış. Bir-birlərinin kürəyindəki o ağır düyü kisələrinə baxırlar və hər şeyi anlayırlar. Düyünün niyə azalmadığının sirri əslində onların bir-birinə olan təmənnasız sevgisiymiş. Bu möhtəşəm kəşfdən sonra baş verənlər isə bəlkə də hekayənin ən ürəyə toxunan hissəsidir. Onlar bir an belə tərəddüd etmədən kürəklərindəki ağır yükləri yerə atıb bir-birlərinə möhkəmcə sarılırlar. Bu, sadəcə bir qucaqlaşma deyil, bu onların fədakarlığının, sevgisinin və bir-birlərini nə qədər dərindən anladıqlarının təsdiqidir. Və hekayənin bizə verdiyi əsas mesaj da elə budur. Bu hekayə bizə xatırladır ki, ailəyə olan qarşılıqsız sevgi və qayğı həqiqətən də dünyanı daha isti, daha yaşanılası bir yerə çevirə bilər. Bu dəyərlər bizim üçün də çox doğmadır. Bu hekayədən sonra bir anlıq özümüzə də sual verək. Bəs bizim həyatımızda bu cür təmənnasız sevgi özünü necə göstərir? Biz sonuncu dəfə nə vaxt heç bir qarşılıq gözləmədən, sadəcə sevdiyimiz üçün kiməsə gizli bir yaxşılıq etdik? Bu barədə düşünməyə dəyər.